Çox hörmətli dinləyicilərimiz, salamlayıram hər birinizi. Hər birinizə uzun ömür, can sağlığı, xoş günlər arzulayıram. Əzizlərim, sizinlə həm söhbət Kəlbəcər rayon Günəşli kənd sakini Qismət Sərkəzov Səfəroğludur. Əzizlərim, şükürlər olsun Rabbimizə, torpaqlarımız işğaldan azad oldu. Buna görə şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı, xoş günlər arzulayıram. Ali baş komandanımıza uzun ömür, can sağlığı arzulayıram. Əzizlərim, insanın doğulduğu yer hər yerdən ona şirin gəlir. Hər birimiz həsrətlə kəndimizə, yurdumuza, yuvamıza getmək istəyirik. Elə istəyirəm ki, gedəm kəndimizə, elə istəyirəm ki, gedəm dağılmış, yaralanmış yurdumuza, yuvamıza. Elə istəyirəm ki, gedəm evimizə, yaralanmış evimizə bu əllərimlə məlhəm olam. Rabbimiz özü bizə rəvaş versin, Rabbimiz özü bizə yardımcı olsun. Əzizlərim, o vaxtlar texnika olmayıbdı. Ata-analarımız o evləri, o məhləni, onlar atla, eşşəklə ev eşik tikibdilər. Əlləri ilə cırmaqlaya-cırmaqlaya məhlə salıbdılar. Elə işləyirəm ki, gedəm o məhlədə işləyəm. O yaraları sağaldan, bəlkə onların ruhu şad ola. Tək mən yox, qaçqınlarımız, köçkünlərimiz hamısı bu arzu ilə yaşayır. Allahımız özü bir daha bizə rəvaş versin. Bilirəm ki, dağlar məndən incib. Bilirəm ki, dağlar məndən incib. Dağlar ilə barışmağa gəlmişəm. Allah bilir, mən günahkar deyiləm, dərdin ilə danışmağa gəlmişəm. Yurt yuvasız keçən hər bir anımın, həsrətdən damarda donan qanımın. 30 ildə zülüm çəkən canımın ağrısıyla alışmağa gəlmişəm. Aman, Ha İsmail, gözəl dostum. Bu da sizin məhlədəyəm. Hayf Səfər müəllim, Allah rəhmət eləsin. Hayf onun evləri bu vəziyyətdə. Elə biləm saat o tindən çıxıb gələcək. Allah sana rəhmət eləsin, gözəl müəllimim. Bu qədər qardaşım. Dedilər ki, viran olub kəndimiz, qalıbsa daş torpaq bəsimdir dedim. Dedilər ki, talan olub eviniz, yurt yerində isə bəsimdir dedim. Dedilər ki, meşələri boy atıb, dedilər ki, çəmənləri gül açıb, dedilər ki, Günəşlidən nur saçıb, Günəşlim həm nuru bəsimdir dedim. Günəşlim həm nuru bəsimdir dedim. Dedilər ki, dağ dərəsi yerində, bənövşəsi kol dibində, sərində. Dedilər ki, gəl özün gör birində. Nə gözəl şad xəbər bəsimdir dedim. Nə gözəl şad xəbər bəsimdir dedim. Dedilər ki, qismət, dağda izin var. Yurt tələsir, onun sənə sözü var.
Düşmən qaçıb namərd əli gözü var. Dərdimə dərd qondu, bəsimdir dedim. Düşmən qaçıb namərd əli gözü var. Dərdimə dərd qondu, bəsimdir dedim. Dərdimə dərd qondu, bəs elən dedim. Gözəl İsmət dayı, görürsünüz. Ha bak, görme gözü gör, hardan hara bakıp durur yana farkı. Baba. Bu boyda torpaq buna bak, bir kanazdan çok torpaqda. Buradan çıkardı. Gayet açtı kararı, öyle gördüm kamerada. Hamsı kararı. Əsl sərraf tutları o kitabda yazmaqla deyil. Ha bu formada, iş görəndə bu formada görməlisin. Gözəl nə külük olur, maşallah. Allah can sağlığı versin. Faiz şöyle eldendi, bahar coşturam. Faiz şöyle eldendi, Ben bahar seni görmürəm, alını yandırır məzay. Yalan nədirə saxla görmə alında. Kışla göğün, geldi kışda Korkma bu. göğün. Geldi bana kışda göğün. Kılavuzun üstü suyumuz. Allah'ın gücüne şükür. Allah'ın gücüne şükür. Kılavuzun üstü suyumuz. Size getirdiğimiz üstü Allah'ın köməkliğiyle inşallah. Demenin insan duymağı bacarsa, taşda göğün deldi, taşda göğün deldi, kaderdin almayı. Duymağı bacarsan, taşda göğün deldi, taşda göğün. Bir gün baş götürür çıxacam öydən. Bir gün baş götürür çıxacam öydən. O qərf dağları deyib gedərəm. O qərf dağları deyib gedərəm. Alıqsam yoluma çörək qoymayı. Alıqsam yoluma çörək qoymayı. Yol boyu həsrəti yeyib gedərəm. O qərf dağları deyib gedərəm. Yol boyu həsrəti yeyib gedərəm. Yol boyu həsrəti yeyib gedərəm. Gülüm dəli kimi, havalı kimi. Gülüm dəli kimi, havalı kimi. Havalı başımı, havası kimi. Havalı başımı, havası kimi. Belki qayıtmadım halallığı
Bəlkə qayıtmadım halallığı üçün, nənəmə babama deyib gedərəm, nənəmə babama deyib gedərəm. O qərif dağları deyib gedərəm, nənəmə babama deyib gedərəm. Kuşlar göğsünde koy sarılasınlar, kuşlar göğsünde koy sarılasınlar. İlham neler çeşir hey ağlasınlar, İlham neler çeşir hey ağlasınlar. Ofçulara deyin ses salmasınlar, ofçulara deyin ses salmasınlar. Canavar dersi keyfi gedərəm, nənəmə babama deyib gedərəm. O qərif dağları deyib gedərəm, deyib gedərəm, deyib gedərəm. Sərçə Allah'tan küsmüşdü. Günlər keçirdi, amma sərçə heç bir şey söyləmirdi. İçinə qapanmış, dərin bir hüznə boğulmuşdu. Allah Taala sərçəyə səsləndi. Söylə mənə, canını sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin? Artıq Rəbbinə heç bir şey demir və onunla danışmırdı. Mələklər maraqla Allah'tan sərçəni soruşur və hər dəfədə Allah mələklərə o gələcək deyə cavab verirdi. Çünki onun səsini eşidən yeganə qulaq mənəm və onun kiçik qəlbindəki dərdini anlayan da təkcə mənəm deyirdi. Bir müddətdən sonra sərçə qəlbi hüzn, gözü yaşla dolu bir halda bir ağacın budağına qondu. Heç bir şey söyləmirdi, ancaq səssiz-səssiz gözləyirdi. Allah sərçəyə səsləndi. Söylə mənə, canını sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin? Mələklər sərçə nə söyləyəcək deyə ona baxırdı. Sərçə məhzun, biraz da sitəmli səs tonu ilə dedi: Kiçik bir yuvam vardı. Yorulanda dincəldiyim, üşüdükdə sığındığım bir yuvam. Heç kəsi narahat etmirdim. Bu nəhəng dünyada balaca bir yer idi. Kimsənin yerini dar etmirdi. Sən onu da mənə çox gördün. Nə idi o vaxtsız fırtına? Əsib yıxdı yuvamı və məni yuvasız qoydu. Artıq danışa bilmədi sərçə. Sözləri boğazında düyünləndi. Səssizlik ərşi rəhmanı bürümüşdü. Mələklər başlarını əymiş, Allahın verəcəyi cavabı gözləyirdi. Allah, sən o yuvanda dincələrkən səni ovlamaq istəyən bir ilan yuvana doğru gəlirdi. Səni ilandan qorumaq üçün fırtınaya əmr etdim ki, yuvanı yıxsın. Beləcə sən də oradan uzaqlaşaraq ilandan qurtuldun. Məhəbbətimlə səndən uzaqlaşdırdığım o qədər bəlalar var ki, səni əhatə edən məhəbbətimi görmürsən. Müvəqqəti bəlalara görə mənə düşman olursan. Sərçənin gözləri doldu və hönkür-hönkür ağlamağa başladı. Onu çox sevən Allahın şəfqət və mərhəmətinə heyran qaldı. Utanqaç bir səslə, əff et Allahım, deyə bildi sadəcə. Könül sözü ərşi ilahi də əks etdi. Əff et Allahım. Başımıza gələn hər musibətdə əlbəttə ki, çox xeyirlər gizlidir. Rəbbimizə üsyan etmək yerinə olanda xeyir vardır deyərək riza göstərmək lazımdır. Allahım, bu yazını oxuyan bacı və qardaşlarımızın bilərək və bilməyərək etdikləri bütün günahlara əff qələmi çək, inşallah.